faydası olmayan, zay olan ikinci şey nədir? Birincidə nə dedik? Əməlsiz elm. İndi ikincidə əməl var. Lakin ixlassız və iqtidasız, yəni sünnətə tabi olunmadan olunan əməl. Bu da deyir zaydır. Çünki bunun da faydası yoxdur. Yəni elmsiz əməlin faydası olmadığı kimi ixlassız və sünnəyə tabi olunmadan edilən əməlin də faydası yoxdur. وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهِ مُخْلِصِينَ لَهُ الدِّينَ El-Ayə. Onlara dində yalnız xalis şəkildə Allaha ibadət etmələri əmr olunmuşdur. Ya eyyuhellezine amenu ati'ullaha ve ati'ur rasul ve la tubdilu a'malakum. Ey iman edenler, Allah'a, onun Rasuluna taat edin, öz əməllərinizi puç etməyin. Deməli Allah'a və Rasuluna tabiçilik üzərə qurulmayan əməl batildir. Allah ölümü və həyatı yaradıb ki, sizlərdən kim daha gözəl əməl sahibi olacaq, onu ayırt eləsin.